Salam. Artıq yeni iPhone modelləri haqqında hər yerdə danışırlar, çoxlu iradlar var. O iradları ilk bildirən insanlardan biri də elə mən idim. Azər Kazımlı. Axşamınız xeyir olsun. Gəlin əvvəlcə telefonu qutudan çıxardaq, görək necə görsənir. Bu işıqla bilmirəm nə formada görürsüz, amma həyatda həqiqətən də mənim bu vaxta qədər gördüyüm ən gözəl iPhone ola bilər. Yəni çox bəyəndim görünüşünü. Baxmayaraq ki, mən bu rəngi almağı heç yatsam yuxumda da görməzdim. Yəni istəmirdim də bu rəngi. Doğrudan da düz fikirdə olmuşam. Sadəcə olaraq məni qınayanlar, mən onlara bildirmək istəyirəm ki, mən bu sahədə çalışıram. Bu sahədən gəlir əldə edirəm və ona görə də mənim həmişə yenilənmiş formada qalmaq kimi bir məcburiyyətim də var. Bunu mən özümə də belə deyə bir qayda qoymuşam. Yəni mən normal insanlar kimi sadə istifadəçi deyiləm. Mən onun hər demək olar ki, funksiyasından istifadə edirəm. Əsasən kamerasından təbii ki, prosesorundan, gündəlik olaraq, yəni çox mənim əlimdən tutur. Bu günün özündə belə mən professional video çəkiliş eləyirdim və orada bəzi kadrları bu telefonla çəkmişəm. Çünki bəzi şeylər var ki, onu telefonla eləmək çox əlverişlidir, əgər onu edə bilirsənsə və çox insanın əlindən tutur. Ona görə də mən bu telefonu yeniləmişəm. Əgər sizdə 16 Pro və Pro Max varsa, onda 17 seriyasına keçməyə əsla və əsla ehtiyacınız yoxdur. Bunu sizə tam əminliklə bildirmək istəyirəm. O ki qaldı batareya ömrünə, olduğu kimi hamısında necə idisə bir gün ərzində, yəni sadə istifadə edirsə gedir, daha sonra isə mütləq yenidən şarj eləməlisiniz. Digər funksiyalar ekrandır, eyni 16-da necə idisə burada da elədir. Parlaqlıq mövzusunda açığı deyim, bəzi günəşli günlər oldu. Yəni mən wow dəyişiklik görmədim. Çünki 16 Pro Max-da da mən çox aydın görürdüm telefonda görüntüləri. Burada ekran parlaqlığında biraz artırma var. Bilirsiniz ki, iPhone 16 seriyasından başlayaraq Pro və Pro Max modellərinin kameraları birə-bir eynidir. Və bu da sizə imkan verir ki, Pro modeli də alıb ən üst səviyyə kamera çəkilişlərindən istifadə edəsiniz. İnanın ki, Pro mənim əlimə daha rahat oturdu, cibimdə bəzən itir, elə bilirəm harasa düşüb. Və bir də bu günlərdə yayılan o rəng getməsi məsələsinə mən artıq bir həftədən çox istifadə edirəm. Bir həftə oldu, tamam oldu və mən hər an